olacaq. Mən tövsiyə eləyərdim ki, öz sahənizə uyğun bir internship tapıb onu edəsiniz. Çünki internship 1-2 ay vaxt aparır. 1 aydan az etmək mənasızdır. 2 aydan çox etmək də mənasızdır. Çünki vaxtınız çox məhduddur. Xüsusilə bütün imtahanları bunları verirsiniz. Siz anlamalısınız ki, həmən sahə sizin ürəyinizcədirmi? Sonra universitetə gedəndə elə biləcəksiniz ki, elə physics math'dır. Physics math'dən ayrı kurslar gələcək. Workload çox olacaq və workload maraqsız olanda artıq siz kəsiləcəksiniz və deyəcəksiniz ki, bəs mən bunu elə bildim ki, sadəcə physics olacaq, engineering olmayacaq. Ona görə də ki, internship çox mühüm bir rol oynayır. Və son olaraq demək istəyirəm ki, SAT ilə TOEFL, hətta mənim məktəbimdə A-level proqramı var idi, Physics, Chemistry, Math. Onu oxuyurdum. Onunla paralel SAT-ni, TOEFL-ı, sonra IELTS gəldi və ekstrakurikularla məşğul oldum və gördüyünüz kimi şükür ki alındım. Yəni hər şey mümkündür. Özünüzə inanın, inamınızı itirməyin. İnsanların tövsiyələrinə qulaq asın, amma hər insanın dediyinə inanmayın. Özünüzə inanın, valideynlərinizə inanın. Amma hərdən valideynlər düşünürlər ki, uşaqlarına daha yaxşısı onların düşündükləri olacaq. Mən məsələn pilot olmaq istəyirdim və mənim kimi bir çox gənc var ki, pilot olmaq istəyir və onların valideynləri demişdi ki, pilot nədir ay bala? Get onda avtobus sürücüsü ol da. Və həmən kəlməni bir neçə insandan eşitdim və anladım ki, bizim mentalitetimizdə o var ki, qəbul olunmuş sahələrdən ayrı sahələrə yol hərdən açılmaya bilər. Amma siz əmin olun ki, həmən yolu açırsınız. Və sizə uğurlar. Hong Konga gəlsəz, Çinə gəlsəz xəbər eləyin və hər hansı bir tövsiyə lazım olsa xəbər eləyin. Good luck. Keep it up. Keep up the hard work. Sizinlə Yusuf Kərimli.